Dostlar, hər kəsi salamlayıram. Mən YouTube-da hələ təzəyəm. Sizlə birlikdə Roblox videoları çəkəcəm. Əgər siz mənim videolarımı sevsəz, like atıb abunə olsanız, Brawl Stars və Minecraft videoları da çəkə bilərəm. Bu sizin sevginizə bağlıdır. Nəysə, biz bu gün sizlə birlikdə Celebrate oynayacağıq. Amma ondan əvvəl mənim Amin adında bir dostum var. Onun da sizə sözü var. Buyur. Salam, benim adım Amindir. Ben Nihal'dan qonşusuyam. Yenə dediği kimi Nihal'dan kanala abone olub like atmağı unutmayın. Eğer hazır olsa artıq girə bilərik oyuna. Bəli, başlayaq. Bəli, video başladı. Bir de bomboş bir var. Ama cücü peti yok diye. Sizə öz beysimi göstərim doğrudan. Baxın. Secret'ı biri girdi. Bunu da alaram indi. Beysim belədir. Baxın. Bir dəqiqə beysimi bağlayardım. Bir də sizə dəhşət yaxşı bir xəbəri var. Bu videoya əgər 10 like gəlsə və 2 gün ərzində 10 abunə olsam, sizə bu totonu Allahıma and içirəm ki verəcəm. Bir dəqiqə. Ayda tortoqu niyə çalacaqdım, çalamadım. Allah'a and içirəm ki, baxın bu totonu verəcəm. Özü normal da deyil ha, altındır. 2,8 milyon verir. Eləməyiz lazım olan şeylər, like atıb abunə olmalısınız. Allah'a and içirəm ki verəcəm. Bir də yəni yorumlar bölgəsində yəni adınızı yazmalısınız ki, gəlin mən sizə dostluq atıb və bunu verə bilim. Bir də ki, bir neçə adam beləcə yazır və adamları aldırır. VIP-də beləcə adamın petini falan, adamın petini oğurlayır, o dəqiqə blok atır. Amma mən VIP-də eləməyəcəm. Heyvan kimi pet çalırlar. Mən publikdə güvənli bir şəkildə beləcə, məsələn, siz burada siz gəlib dostluğa açacaq, siz peti alarsınız. Sonra da sizə aramızda daha heç də qalmayacaqdır. Yəni elə bir ki, peti alırsınız, sonra da bitir də. Beləcə çoxlu çəkişlər edəcək. Hələ elə də güclü çəkişlər eləmirəm, amma hələlik bu 2,8 totonu verirəm. Baxın, belə bir petli bir qoysalar. Ay Allah. İkinci Dünya müharibəsi baş verir bir dəqiqə orada. Nəysə, və də adamlar petlərinə baxım. Burada bir də 350K'lıq pet var. Bunu çala bilər aslında. Bir də base sarı qalıb. 88 qalıb. 80 saniyə və 93 saniyə. Aha. Əla. İlk secretimizi beləcəyinə çalmışıq. Hop, bu bir. Bəstimi deyil. Buradakı 300K'lıq orkalitanı da çalaq. Bu petlər ezik olduğu üçün bunları böyük edvaz satacağım. Sizə də belə pis petlər vermək istəyirəm. Sizə bu totonu verəcəm. Baxın, göstərdiyim kimi də oradakı totonu. Baxın. Bir də bunu çəkiliş eləyirəm. Beləcə baxdım, Tartaroga 2,1 milyondur. Bunun üçün də eyni şeyləri eləməlisiniz, amma eyni adama verməyəcəm. Bunu fərqli bir adama verəcəm. Radioaktivdir özü. 2,1 milyon Tartaroga. Beləcə bir petə bunu da verəcəm. Və base'ə son 16 saniyə qalıb. Gələ base'imi bağlayır kimi gələcəm. Baxın, buradakı adama. Hətta bəlkə klonu atıb gedim. Gəl tez base'imi bağlayayım. Baxın, bu DOS bombası oyundakı ən yaxşı şeydir. Hop. Tez getdim. %100% adam peti getdi. İkinci secret. Çaldım. İkinci secretimizi də çaldım. Adı da Tortogunni Dragon Fruitini. Ne oldu? Petimizi belirti çalarlar. Ah, orada da adam var. Dostlar, petləri getdi adamlar. Bir də gücü pet var. Secretları var ama. Dostlar çalıram geçsin. Arkalardan.
Uji bu üçüncü secretimiz olur bu videoda çaldığımız. Bunları normalde sizə verərdim. Sadəcə ezi idi də. Bunları satacağım böyük ehtimal. Yer qalmayandan sonra. Böyük ehtimal bunları satacağım. Sizə beləcə istəyirəm ki 2,5 milyon üstü və dəyəri də çox olan bir petlər verim. Bu kimdir? Gelib hələ o adamın hələ çox şeydir. Ay da adam çıxdı oyun. Adam besi bağladı. Bir də ki sizə bir şey istəyəcəm. Zəhmət olmasa bunu mənə... O, Las Soyata susadı ki bu adam. Sizə bir şey istəyəcəm. Zəhmət olmasa bunu mənə verərsizə. Baxın ki mən Rebit Trastorus'la Turbo 3000 istəyir. Bunu tapsız mənə verərsizə. Yəni zəhmət olmasa public serverda falan. Ya istəsiz petlərimin hamısını yan hesaba qoyub sizin VIP-vizə də gələ bilərəm. Varınızsa elə də eləyə bilərəm. Amma kim də varsa zəhmət olsa mənə xəbərdarlıq versinlər. Gəlib alacam onu. Onun qarşılığında sizə 5 milyonluq bir də yan hesablarda Guerrero var, onu verərəm. Ya siz mən 150 kalıq bir də breakat verəsiniz. Mən də sizə 5 milyonluq, 5,5 milyonluq Guerrero Digitalis Secret özü baxın. İstə indeksdə də göstəreyim. Radioaktiv də özü. Dəqiqə. Baxın dəqiqə. Oy Allah, nə qədər çox petimi çalırlar. Benim ana o. İndeksdə. Hatta Guerrero Digitali. Bu server əslində gücsüzləşdi. Ben bu serverda çıxıram. Dəqiqə. Bir nəfər petini çalır. 2 nəfər, 3 nəfər, 4 nəfər, 5 nəfər. Ay dedim oraya. 1, 2, 3, 4, 5. 5 nəfər düz petimi çalır. Bir reset çəkirəm. Tez sıxdı, heç kimin əlində işlə qalmadı. Əla. İndi gedirəm bir başqa serverə. Dediyim kimi o Totonu da sizə verəcəm çəkiliş vasitəsilə. Amma o Totonu VIP serverdə vermərəm ki, siz daha güclü bir pet falan. Ya düz inşallah elə sizə demirəm ya. Amma elə adamlar var da. Buna görə də yəni indi heç kimə güvənmirəm də. Burada bir dənə adam var. Bu serverdə qalın çünki düz yanımda beləncə çox boş bes var. Ay Allah, petlər gedəcək bir dəqiqə. Dur ayağa, dur. O Totonu çalma. Ala, Guerrero çalındı. Dostlar, Rainbow Base girdi oyuna. Bir də petimi çaldırdım amma heç olmaz. Adam nə qardı onu satdı. Rainbow Base girdi. Hayal o Totonu bırakın da. Bir tane de Aquatic Base. Ay Allah, bir tane Halloween Base. Bu nedir? Bir tane daha Halloween Base. Of of, bir de pet saldırdık ama hiç olmaz. Bu Totonu salmayın esas. Bu Totonu adamlara vereceğim. Bu Totonu size vereceğim de dediğim gibi. Pullarımı da topladım. Aşımpazı bana nereyim bu? O feşimin de girdiği yok değil mi? Bence yeni server değiştirək. Ay Allah, yine her bir yandaydı. Yandadı. Sağ olun. Bir dəfə daha girək. Görək bu dəfə nə olacaq. İnşallah bu dəfəki serverim yaxşı olar. Mən pet çalmaq yerine pet çaldırdım. Bayaq Guerrero çaldırdım. Bir də 3,3 milyon effekt, 2 effektli. Amma inşallah sizə o 2,8 milyon totalı %100 edəcəm. Aha, yerə serverə girər-girməz başladı bizim işlər. Ay dedəm var. Bir gözlüyünə bir serverə girim. Nəfəs salır. Bu nə qayrı? O bir dərsi təzdən dans bombası. Ah, hop balacıq bala. Nə vurursan ha? Bu serverdə 3 tane boş base var. Buna görə bu serverdə qalacağım.
Of, bezirlər. Beləsi təzə başlamış adamlar. Ana, adam ana. Aha, ora kimsə girdi. Heç nə yoxdur. Hamının beysi bir dəqiqə bomboşdur. Allahın bir də Nubilisi belə adamlar da yoxdur. O dərəcə. O 2 dəqiqədə bura təzələcək nə var? 3 dənə odun yemiş. Bir də Fishoni Klovnino Bıçıqlıteyra. Yenə başlayıblar. Bu serverda pisliyi. Bir də yaxşı serverda düşünürəm də axırı. Görək bu dəfəki serverda, inşallah bu dəfəki serverə heç olmaya yaxşı olar. Dediyim kimi də kanala like atıb abunə olmayı unutmayın. Sizə deyəndə o peti verəcəm də 2,8 milyonluq. Təzə başlayan dostlara əsas vermək istəyirəm ki, onlar alsa daha yaxşı olar. Amma repeat atanda gedəcək boşuna. Bura görə də elə də təzə başlayanlar lazım deyil, amma yenə də. Hər zamanki kimi bomboş bir adamların olduğu server'a girdim. Aha. Mən öz base'imlə məşğul olum. Ay Allah, yenə pet saldırdım. Əsas Toto çaldırmadım, o yaxşıdır. Amma yenə Guerrero çaldırdım. Hayda. Neyse, bu adamdan 4,2 milyonluq. Haydi adam gəldi. Of of. O peti adamdan ne ters çalmalıyım. Bir dəqiqə. Burada işe yarayar hiçbir şey yok. Oyun kasıyor. Aha, bura biri girdi. 500K'lık peti çalacağım büyük ihtimal. Zombi tralala. Alo. Adam oyundan çıxdı. Dostlar, adam oyundan çıxdı. Və xeyirli olsun. Hoppa. Oy da adamlar nətər gəlirlər. Amma mən bu adamdan o peti çalacağım. Geri alacağım. Daha doğrusu çalacağım. Yox, geri alacağım. Neyse, hiç olmazsa o kadar da cüzi bir pet değildi o. Güzel. Sıx oynan. Dediğim gibi de size o Toto'nu verəcəm. Ama yorumlara kullanıcı adınızı yazmazsınız, size onu verebilmərəm. Buna görə də ən əsaslardan biri odur. Bir de like atıp abone olmazsınız verməyəcəm. Like atıp şərtlər like atıp abone olup bir de yorumlara kullanıcı adınızı yazmaqdır. Və bu qədər asandır da. Bugünlük videomuzun sonuna gəlirik. Artıq deyələ video burada bitir. Dediyim kimi Toto çəkilişi var. Videoya da like atıb abunə olmayı unutmayın. Yaxın vaxtlarda deyələ ikinci videoda çəkəcəm. Görüşənə qədər salamat qalın.